heç vaxt dəbdən düşməyən, qiymətinə, dəyərinə dəyər qatan, zövqlü izləyicilərim, sizə zövqlü bir klassika təqdim edirəm bu günlərim. Böyük bir kvadrat, 370. 4 otağla 3 otağı birləşməsi nəticədə skvaznoy bir mənzil alınıbdır. Proyekt ümumiyyətlə dəhşət, çox gözəl, çox füsunkar. Əşyalar ondan da gözəl. Açılış edirəm çaylarımızın təqdimata başlayaq. 60 kvadrat mənzilin zal otağı. Buna uyğun olaraq sahəsinə İtalyan mebelləri, dəyərli izləyicilər, oradan gəlmiş mebellərdir. İtalyan lüstrası mənzilin içində qalır təbii ki, gördüyünüz hər bir dekor, əşya, mebel qalır bu mənzilin içində. Bunun bir nəhəng bir qapısı var. Giriş qapısıdır. Bura geniş hol hissəsi. 12-ci mərtəbədə yerləşir bu mənzil, əzizləyicilər. Geniş bir hol, paltar şkafı, ümumi hamam otağı, oturmaq üçün burada istirahət güşəsi, mən sizi mətbəxə dəvət edeyim. Türk seriallarını xatırladan böyük bir mətbəx otağıdır. 50 kvadrat sahəsi var. Burada mətbəx mebeli yığılıb, istirahət üçün divanı, yanında yemək masası. Bu hissə isə ikinci bir mətbəxdir. Burada markadan sobalar, soyuducular, kondisioner. Dəyərli izləyicilər, bu mətbəxin bir gözəli də balkonu var. Mənzərələrinin gözəlliyi birbaşa şəhərin ən qaynar nöqtəsi, dəniz, sahil, 28 may və məşhur Rəşid Behbudov küçəsi. Hörmətli izləyicilər, bu kvadratda təklif olunan qiymətə bu şəhərdə alternativ mənzil bazarda yoxdur. Ekskluziv bu mənzili mən sizə təqdim edirəm. İndi isə növbəti otaqlara keçək. 44 kvadrat yataq otağı, içində hamam otağı, xüsusi dizayn olunmuş mebellər. Dəyərli izləyicilərim, bu hissiyatı sizə videoda ötürə bilmərəm, bunu bilirəm. Ancaq mebellərə yaxından onu hiss edəndə, toxunanda, o İtalyanın zərifliyini, kübarlığını hiss etdirir adama. Paltarın materialı kimi. Onu mütləq gələndə yoxlayarsınız, sizə tövsiyəm. Keçək ofis otaqlara. Belə mənzilin ola, amma ofis otağı olmaya. Olmaz. Bu evdə hər şey var. Hörmətli izləyicilər. Ofis otağından keçid birbaşa növbəti bir yataq otağına, onun da yanında daha bir yataq otağı. Bura isə ikinci dərəcəli qohumlar üçün qonaq otağıdır. Qonaq gələndə burada əyləşərsiniz. Sonda bu mənzilə baxmaq üçün bizimlə əlaqə saxlayın. Təşəkkür edirəm. Sağ olun, var olun.